Salam, hər vaxtınız xeyir olsun mənim əziz izləyicilərim. Bugün Azərbaycanın ən böyük ikinci şəhərindəyik. Gəncədəyik gördüyünüz kimi. Bura Abbasabad da deyirdilər, Yelizavetpol da deyirdilər, Kirovabad da deyirdilər və bura Gəncədir. Gəncə. Nətərsiniz qanan alım? Gülərüz, şirin dil, müasirliyi və qədimliyi özündə birləşdirən, dadlı mətbəxi olan, gözəl-gözəl təamları olan və igidləri olan Gəncə şəhərindən hamıya salamlar. Hazırlaş, gedirik, başlayır. Müsahibə vermək istəyirsiniz? Müsahibə vermək istəyirsiniz? YouTube kanalı üçün. Hə? Hə, müsahibə YouTube kanalı üçün. Mikrofonu yoxdur ki. Mikrofon olmalıdır. Məsələn, məndə var. Sonra verəcəyik, çox verəcəyik. Hə. Hazırlaş, gedirik. Düz 2 saatdır buradayam, giriş istədiyəm. Necə vaxt keçib özüm də bilmirəm. Bir balaca Miami-ni xatırlatmırmı? Palmalardan. Onu bax, qaqa. Girişib yeməyə, hə, çox ya. Üzü o üzə yatan lalədir, üzü bu üzə yatan jalədir. Bu birisi nailədir, o birisi də aslandır. Belə maraqlar. Belə maraqlar adları var. Biraz Gəncə gəncləri dəliqanlı olurlar, biraz savaşqan mı olurlar, yoxsa bizə mi elə gəlir, nəsə? Estağfurullah. Şəhərin mərkəzindən Kəpəz dağını göstərək sizə. Turistlər deyir ki, bunları nətər yeri bu kişi? Bütün dünya bu evi ziyarət edib. Elə bir yer yoxdur ki, bu evin qonağı olmasın, gözəl sözlə yazmasın. Gəncədə ən çox sevdiyim yemək hansıdır? Dolma. Üç bacı dolması. Üç bacı dolması. Üç bacı dolmasının hansını çox xoşlayırsan? Badımcan, pomidor yoxsa biber? Pamdı. Pomidoru. Qadan alalım, bəyimizə. Başı da yaxşı olur ki, adam orada fəlakətlər pis olur. My name is Ayxan. I live in Gəncə. Yaşay. I love you. Video çəkiliş eləmək olardı. Həqiqətən də Gəncəni gəzirik, amma ki çatdıra bilmirik. Biraz zaman çox sürətli axır burada. Bura elə bir ki, hansısa bir İran küçəsidir. İran küçələrindən biridir. Rəngarəng balıqlar var. Bilmirəm görürsünüz yoxsa yox. Gəlin daha yaxından sizin üçün göstərim. Mən gözlədiyimdən çox sürətli vaxt keçdi. Ona görə indiyə saxlayıram mən bu informasiyaları. Gəncə sözünün mənası qədim fars dilində, farsça qanj sözündən götürülübdür və xəzinə deməkdir. Salamlar. Bura Salam. öpüm səni. Abim Baba. Sağ olun. Sağ olun. Denə hazırlaş. Hazırlaş. Gedirik. Gedirik. Qadan al. Qadana. Öpürəm səni. Buyurun. Hər vaxtınız xeyir olsun mənim əziz izləyicilərim. Bugün Azərbaycanın ən böyük ikinci şəhərindəyik. Gəncədəyik. Bura Abbasabad da deyirdilər, Yelizavetpol da deyirdilər, Kirovabad da deyirdilər və bura Gəncədir. Gəncə. Hal-hazırda şəhərin girişindəyəm. Artıq şəhərin belə deyim atmosferi, havası məni tutubdu. Nətərsiniz qanan alım? Gülərüz, şirin dil, müasirliyi və qədimliyi özündə birləşdirən, dadlı mətbəxi olan, gözəl-gözəl təamları olan və igidləri olan Gəncə şəhərindən hamıya salamlar. Hazırlaş, gedirik, başlayır. Demək əziz izləyicilərim, elə Gəncə şəhərinin girişindən, bu hissəsindən biraz məlumatlar verim. İnşallah sonra şəhərin mərkəzinə doğru irəliləyəcəyik. Arxamda gördüyünüz bu Gəncə qalası memorial abidəsi, yəni bir növ onun maketidir əslində. Gəncə qalasının maketidir. Əvvəl də elə şəhərin girişi buradan olubdu. Sadəcə 1139-cu ildə baş verən güclü zəlzələ nəticəsində əslində Gəncə şəhərində böyük dağıntılar olubdu. Şəhərin də bir növ yerləşdiyi məkan dəyişibdir. Əslində şəhər indi hal-hazırda salınmış Gəncə şəhəri, hal-hazırda gördüyümüz Gəncə şəhərinin əvvəl yeri bura olmayıbdı. Yəni hal-hazırda yerləşdiyi coğrafiya olmayıbdı. Biraz ərazilər fərqli olubdu. Dağıntıdan sonra, zəlzələdən sonra isə artıq Gəncə şəhərimizin girişi gördüyünüz kimi belə buradan başlayır. Arxamda gördüyünüz bu Gəncə qalasının əslində belə deyim memorial abidəsidir. Onun maketidir deyək. 2012-ci ildə cənab prezidentimiz İlham Əliyevin göstərişi ilə bu memorial abidənin inşası başlayıbdı və 2014-cü ildə, yəni 2 il ərzində yekunlaşıbdı, tikilibdi. Gəncə şəhərinə də girəndə elə Gəncə şəhərinin adına, sanına layiq belə əzəmətli, gözəl bir abidə ilə qarşılaşırıq. Hələ ki Gəncəyə giriş eləyə bilməmişəm.
mən artıq yəni Gəncəyə vurulmuşam. İnanıram ki, içəridə də çox maraqlı tarixi abidələr var, tarixi yerlər var və onların da hamısını inşallah 6 saat ərzində buradayam. Axşam saat 7-də avtobusum çıxır, bilet almışam geri dönüş olaraq. 6 saat ərzində inşallah hamısını gəzəcəyik, bacardığımız qədər. Belə, başlayaq şəhərin mərkəzinə doğru gedək. İnşallah oradan artıq şəhərin mərkəzindən Nizami məqbərəsidir, Şah Abbas Cümə məscididir və digər tarixi yerlərimizi gəzək, Gəncəmizi gəzək. Gözəl Gəncəmizin gəzməyə başlayırıq. Əlavə olaraq da qeyd edeyim ki, baxın bu Gəncə belə deyim qalası memorial abidə. Oradan sağ tərəfdə də bir dənədir və yolun bu tərəfində də bir dənə belə var. Yəni ki, və bu iki abidənin girişin alt hissəsindən tunel var. Tunel vasitəsindən, keçid vasitəsindən bu iki abidə birləşir. İçində çox gözəl, maraqlı muzey var, əziz izləyicilər. Mənə içəridə sağ olsun bələdçi xanımlar çox maraqlı informasiyalar verdilər. Bu informasiyalarla indi yadımda qalanlarla sizi tanış edəcəm. İçəridə rəsmi icazəm olmadığı üçün çəkiliş edə bilmədim, təəssüf ki. Amma mütləq Gəncəyə gələn kimi Gəncəyə gəlirsinizsə, elə bu girişdə düşün. Burada içəridə olan muzeyi ziyarət eləyin. Orada bizim 11-ci, 12-ci əsrlərə demək aid duluqçuluq eksponatları var, duluqçuluq əsərləri var. Xalçaçılıqla bağlı bizim orada çox gözəl xalçalarımız var. Sovet dövründən əvvəl olan, Sovet dövründə zavodda istehsal olunan xalçalar, əllə toxunan xalçalar və belə əlavə olaraq da başqa bizim keçmiş zamanda Gəncə xanımlarının geyindiyi paltarlar maketlərin üzərində sərgilənir, qeyd olunur və bizim Gəncə bildiyimiz kimi Gəncə şəhərimiz şairlərinlə, sənətkarlarınla hər zaman məşhur oldu. Məshəti Gəncəvi, Nizami Gəncəvi, Rəziyə Gəncəvi var, səhv eləmirəmsə. City Gəncəvi də var. Bu adı birinci dəfə də eşidirdim. Belə tarixi şəxsiyyətlərin orada mozaikalarla rəsm əsərləri də var. Bir növ muzey mənə çox maraqlı gəldi, çox maraqlı idi. Düşünürəm ki, siz də Gəncə şəhərinə gəlib gəzməyə başlayırsınızsa, mütləq birinci növbədə sizin keçəcəyiniz yer arxamda gördüyünüz bu yerlər olmalıdır. Arxamda belə məktəblərimiz var. Müsahibə vermək istəyirsiniz? Müsahibə vermək istəyirsiniz? YouTube kanalı üçün. Hə? Başlayaq onda. Mikrofonu yoxdur ki. Mikrofon olmalıdır. Məsələn, məndə var. Sual verəcəyik, cavab verəcəyik. Hə. Yox, sualı verəcəklər, biz də cavab verəcəyik. Mən tutacağım mikrofon sədasıysa. Mən tutsam olarım. Sırayla. Özümü təqdim Sırayla. edirəm. Mənim adım Kamrandır. Gəncənin çox qəşəng görməli yerləri var. Gəzintisi olaraq, muzey olaraq. İlk öncə Gəncə muzeylərindən başlayaq. Nizami Gəncəvi məqbərəsini əsas onu birinci deyə bilərəm. Çünki onun hər bir əsərinin özünün aid şeiri və özünün aid adı var. Məsələn, Leyli və Məcnun əsəri. Bunları göstərmək olar ki, çünki Leyli və Məcnun əsərlərinin özünün heykəli, özünün xalçası və çox gözəl xalçalardır. Zəhra, sən mənə zəhmət olmasa saya bilərsən Xəmsəyə aid olan bizim əsərlər hansı əsərlərdir? Xəmsəyə aid olan əsərlərimiz 5 dənə əsərlərimiz vardır. Əlasan. Bunlar da Gəlin bir-bir deyək. Məsəl üçün bir hərəviz bir. Aha, buyur. Adı necə oldu? Rüqəyyə. Hə, Rüqəyyə nə qəşəng adı var sən? Hə, Rüqəyyə yox eşitmirəm sən. Məsələn, mən saya bilərəm. Leyli və Məcnun var, İskəndərnamə var. Leyli və Məcnun idi. Yeddi gözəl. Xosrov və Şirin, İskəndərnamə, bir də ən birinci Sirlər Xəzinəsi. Mənim adım Səmadır. Sən nə qəşəng adı var sən? Çox sağ olun. Və bizim Gəncə şəhərimizdə ən gözəl məqbərələrdən biri də, ən gözəl yerlərimizdən biri də Cavadxan türbəsidir. Ora bizim qəhrəmanımızın, bizim şəhərimizin, ölkəmizin qəhrəmanımızın bir məzarının olduğu yerdir. Və ora çox gözəldir. Bundan əlavə olaraqdan Şah Abbas məscidi deyə bilərəm. Sinif yoldaşımın dediyi kimi Nizami Gəncəvi məqbərəsi deyə bilərəm. Nizami Gəncəvi Gəncədə yaşayıbdı və o bütün dünyanı gözü ilə yox, ağlı ilə gəzibdi. O qədər kitab oxuyubdu ki, o yəni Gəncədən heç bir yerə çıxmadığı şəraitdə bütün hər yerə, ölkələri gəzə bilirdi. O hər şeyi beynində gəzirdi. O qədər məlumatlı idi ki, o ölkəmizin, Azərbaycanımızın, Gəncəmizin ən gözəl şairidir.
Çox gözəl, təşəkkür edirəm Səma. Mən Hüseynzadə Banu. Banu, maşallah. Qızların olsun da çox qəşəngdir, maşallah. Məncə Gəncə ərazilərindən biri də Heydər Əliyev parkdır. Orada bir çox abidələr, çox gözəl yerlər və ərazilər vardır. Gəncəni gəzmək ən gözəl şeydir. Necə oldu adın? Gülxar. Gövhər, Gülxar. Gülxar. Gəncə əsasən tarixi bir şəhərdir. Gəncədə məsələn Cavadxan türbəsi, Nizami Gəncəvinin əsərləri də çox gözəldir. Hər Rüqəyyə. Mən sinif yoldaşlarımın dediyi kimi, məsələn, bəzi Cavadxan, Nizami Gəncəvi, onların qəbirstanlığına gedə bilərsiniz və onların anası və atasının qəbirstanlığına biz biraz onlar gedib gəlmişdik. Məsələn, orada məsələn qədimi əşyalar var, Nizami Gəncəvinin kitabları var, bir çox muzey kimi. Məsələn, əlyazmalar olur orada kitablarda. Onlara da ziyarət etmənizi, baxmanızı tövsiyə görərəm. Nənələrimizin, babalarımızın, qadınlarımızın, kişilərimizin məsələn əşyalar vardır. Cəmçıq qadınlarımızın ginlə hazırladıkları, öz əl işləri ilə hazırladıkları əşyalar vardır qədimi. Mən Bağırova Gülay. Mən burada İmamzadəni deyə bilərəm. İmamzadə elə bil dinli bir yerdir. Gəncə məncə çox gəzməli yerdir. Gəncədə çox gəzməli yerlər var. Gəncədə əsasən muzeylər, qəbirstanlıqlar, belə yerlər vardır və bunlardan başqa gəzməli yerlər, adət-ənənələrə aid gəzməli yerlər, yeməkləri öyrənmək üçün Gəncədə çox bir yerlər vardır. Nizami Gəncəvi öz bili ilə bütün dünyanı gəzib öz biliyini hər kəsə göstərmişdir və onun qəbirstanlığı da bu Gəncədə yerləşir. Hazırlaş, gedirik. İnanırsınız? Demək olar ki, mən 12-yə qalmış 15 dəqiqədən buradayam. Hələ də mən Gəncə şəhərinin içə girə bilməmişəm də. Sadəcə demək olar ki, 2-nin yarısıdır. Mən girə bilməmişəm. Düz 2 saatdır buradayam, giriş istədiyəm. Necə vaxt keçib özüm də bilmirəm. Amma tələsməliyəm artıq, çünki gecikirəm. 5 saat vaxtım qalıb cəmi 5 saat ərzində nələrsə çəkməliyəm mən. Belə sağ olsun uşaqlar müəllimə başda olmaqla ki, uşaqlara istiqamət verdi və uşaqlar da rahat formada informasiya verdilər, danışdı. Çox şirindilər maşallah. Oğlanlar da var idi. Sonrası oğlanlar o civələr bilmirəm hara getdilər. Aradan çıxdılar, gördülər video var. Belə ekskursiyaya gəliblər Gəncə şəhərinin memorial abidəni gəliblər gəzməyə. Çox sağ olsunlar. Çox qəşəng informasiya verdilər. Hamısı da bir-bir o qədər aktiv iştirak edirlər ki, maşallah. Belə uşaqlar görəndə çox sevinirəm əslində. Biz siz nəyə görə mənim əzizlərim? Artıq o qədər bizim dövrümüzün uşaqları, indi hal-hazırdakı uşaqlar o qədər internetlə, kompüterlə bağlı oynayırlar, onun qabağında olurlar ki, belə ünsiyyətçil, yəni kommunikasiya sevən uşaqlar görəndə çox sevinirəm. Bu çox yaxşı bir şeydir, həqiqətən də. Çox əla bir şeydir. Bir də yolu keçim mən buradan. Yolu keçim rahat. Sonra çəkiliş eləyəcəyik, danışacağıq. Buradan mən artıq şəhər mərkəzə gedən marşrutlara minməliyəm. Çünki mən burada çox vaxt itirdim, həqiqətən çox vaxt itirmişəm. Qızlar yadında qalan adları Zəhra, Rüqəyyə, Banu. Uşaqlar maşallah o qədər gözəl danışdılar ki, yəni Gəncə şəhərinə girməmiş artıq Gəncə haqqında mənim ətraflı məlumatım var. Buradan gözləyəcək ki, şəhərin mərkəzindən keçən rayon maşınları, kənd maşınları gəlir. Göy-gölə gedən maşınlar olur, marşrutlar. Ora minib, o maşınlardan birinə minib gedəcəm Nizami məqbərəsinə, oradan da şəhərin mərkəzinə getməliyəm. Gözləyək görək başımıza nələr gəlir. Şəhərlər arası marşruta mindim, əzizlərim. 50 qəpiyə düz gəldim Nizami məqbərənin yanında düşmüşəm. Daha yolda düşdüm, indi oradan fırlanıram, yolun bir tərəfindən keçəcəm məqbərə tərəfə. Burada avtobuslar var, şəhər mərkəzinə işləyən. 9-11 nömrəli belə Baku baslardır. İndi onları sizə göstərəcəm. Baxın, belə gördüyünüz kimi Baku baslardır. Bunlar 9-11 nömrə. Səhv eləmirəmsə şəhərin mərkəzinə işləyirlər. Şəhərin mərkəzinə rahat formada getmək olar bunlarla. Bura bir balaca Mayamini xatırlatmır mı? Palmalardan. Gəncənin hal-hazırda Mayami ştatındayıq. Qəşəng
Ümumiyyətlə Gəncə hələ girişdən belə qəşəngdir. Axırları mənə çox maraqlıdır ümumiyyətlə. Görəsən şəhərin mərkəzi nətərdir? Bunu xatırlayırsınız mənim əzizlərim. Bir nizamın üstündə olan rəqəmləri oxşuyur, görürsünüz. Daha doğrusu naxışa oxşuyur. Bir nizamın üstündə belə naxışlar var idi. O vaxt bizim pul vahidimizin üstündə. 1141 Nizami Gəncəvinin doğum tarixidir, 1209 isə vəfat tarixidir. Qısaca olaraq yenə də belə izah edeyim. Sağ olsun burada bələdçi xanımımız bizə izah elədi. Mən də sizin üçün kiçik bir izah edeyim. Burada gördüyünüz kimi bizim məqbərənin içində 5 dənə belə pəncərəmiz var. Gördüyünüz kimi və əlavə olaraq da 5 dənə çırağımız var, hansı ki belə rəngarəngli pəncərəmiz kimi. Bunlar Nizami Gəncəvinin dünyaca məşhur xəmsəsinə aid 5, yəni xəmsəsini təşkil edən 5 əsas əsərinin sayına uyğun olaraq belə düzəldilibdir. Və əlavə olaraq da bu da bizim gördüyünüz məzarımızdır, şairimizin məzarıdır. Belə qısa bir informasiya verdim sizə. Bəli, mənim əzizlərim, arxada Nizami Gəncəvinin gördüyünüz kimi məqbərəsidir hal-hazırda. Məqbərəmizi ziyarət edirik, şairimizə rəhmət diləyirik. Bizim üçün, dövlətimiz üçün, millətimiz üçün çox böyük bir şair olubdur. Mənim əzizlərim, Nizami Gəncəv Muzeyi belə gördüyünüz kimi qəşəng güllər, çiçəklər var. Nə qəşəng güllərdir. Belə balaca dostlarımız da burada binanın kölgəsində sərinləyirlər, gördüyünüz kimi. 3 manat mən verdim. Baxın, belə göstərəm. Görünəcək. Bilet budur. Demək, girişimiz 3 manatdır. 3 manat ödəniş edirsiniz və muzeyə daxil olursunuz. Sağ olsun, orada bələdçi xanımımız var. Sizə informasiyalar verir. Çox maraqlı informasiyalar verildi bu arada. Maraqlıydı. Orada yenə də Nizami Gəncəvinin xəmsəsinlə bağlı, xəmsəsinə aid daxil olan 5 böyük əsərin motivləri əsasında orada rəsm əsərləri mövcuddur və onlar Bakıda hazırlanıb göndərilibdir bura. Avstriyada və İskəndəriyyə şəhərlərində bu əlyazmalar, orijinal əlyazmaların nüsxələri, yəni nüsxələrin şəkilləri var. Onlar çəkilib və orada nümayiş olunur, muzeyin içində var. Onların şəkillərini bura qoyacağam. Yəni düşünün ki, Nizami Gəncəv necə böyük bir insan olub ki, necə böyük bir şair olub ki, şəxsiyyət olub ki, onun əsərləri Vatikanda, Avstriyada, əlavə olaraq İskəndəriyyə şəhərində belə deyim, hal-hazırda qorunub saxlanılır və muzeylərdə gələn insanlar üçün təqdim olunur. Belə bir böyük bir şəxsiyyətin maşın buralarda olacaq. Keçək bunu. Biz avtobus telefonundan kanka üz-üzə gəlirdik. Belə bir daha şəxsiyyətin torpağında olmaq qürur vericidir və belə bir daha şəxsiyyətimizin də həmyerlisi olduğum üçün, belə bir daha şəxsiyyətin torpağında böyüdüyüm üçün fəxr eləyirəm və Azərbaycan nə qədər böyük sənətkarların, şairlərin, yazıçıların torpağı, vətəni olduğunu bilirik və bunu çalışaq, hər kəs bilsin və hər kəslə bölüşək. Ölkəmizi gözəl şəkildə təqdim edək. 9 nömrə gedir, mən gedəcəyim yerə. Gedəcəyim yerdə 2020-ci ildə bizim Qarabağ müharibəsi zamanı bildiyiniz kimi Gəncəyə 4 dəfə raket hücumu olubdu, raket atılıbdı və bu zamanda dünyasını dəyişən, yaralanan insanlar olubdu. Allah rəhmət eləsin dünyasını dəyişənlərə. Və indi biz gedəcəyik həmən o raketin atıldığı yerə. Oranın bir memorial abdə kimi düzəldiblər. Gedəcəyik oranın çəkilişini eləməyə. Elə bu 9 nömrəli marşrutda buradan Nizami Gəncəvi Muzeyinin qabağından minirik, onun yanından keçib, onun yaxınlığında düşüb, oradan həmin abidəni ziyarət edəcəyik. Belə, indi burada marşrutlar vaxtla işləyir. İndi hal-hazırda marşrutun çıxma vaxtıdır. Tez minək, gecikməyək. Çox sağ olun, qardaşım. Gecikcə 40 qat eləyirəm. Avtobusda məndən başqa heç kim yoxdur. Amma yenə də avtobus işləyir. Yəni vaxtı tamam olan kimi avtobus çıxır. Mən yolla gəlirdim. Belə balaca şirin pişiklər gördüm. Çox şirindilər. Salam, salam. Adı necə oldu qadalım? Sərxan. Sərxan, laf yaxşı. Şirinlərin cinsi nədir?
Şotlanddır, şılşıladır, nəm hər cürə pişiklərimiz var. Özü də endirimdədir, kampaniyaya salmışıq. Hay Allah, neçə olur abi? 100 manatdan başlayırlar, düz 150 manata qədərdir. 150 manat. Bəli, bəli. Adları var bunlar, yoxsa? Adları deyəndə hərəsinin özünə görə adları var. İbişdir. Nə bilim, İbiş budur. Azı qədər. Dey onu bax, qaqa. Girişib yeməyə, hə, çox ya. Sonra burada hatta yox elə burada şey var. Bax məsələn, Azı qədər. kölgə var orada, o Teo. Kölgə hansıdır? Teo bax o korobkanın yanındakı o Teo baba gəldi. Bu. Hə. Sonra atda qum qabının içindəki yəni adı şey dumandır. Bu. Üzü o üzə yatan lalədir. Üzü bu üzə yatan jalədir. Bu birisi nalədir, o birisi də aslandır. Belə maraqlar. Belə maraqlı adları var. O ağ olan mavişdir. Bu ağ olan sabirdir. Bu qara olan elə qaradır. Yəni belə adlar var. Abi Bakıya bizə baxanlara nə demək istəyirsən? Buradan Bakıya yəni çoxlu salamlar göndəririk Gəncədən. Yəni belə də yəni biz heyvanları yəni sırf satmaq deyil, heyvanlara yaxşı baxmaq da lazımdır və yəni mən öz şəxsi fikrimdir ki, yəni biz heyvanlara çox yaxşı baxırıq. Yəni hər cürə problemlərini həll edirik. Yəni sırf satmırıq bunları. Qayğılarına qalırıq, temizləyirik, dərmanlarını veririk, atlarını təmizləyirik, qumlarını təmizləyirik. Yəni yemlərini, sularını əksik eləmirik. Yəni bir sözlə heyvanlara yaxşı baxırıq. Elə buradan da Gəncədən də yəni bütün hər kəsə demək istədiyim odur ki, yəni hamı heyvanları sevsin. Hamı heyvanları sevsə, Azərbaycanımız da gözəl olar, ölkəmiz də gözəl olar. Belə. Ona deyim, qada alaram səni. Qada görməyəsən elə bizim ləhcəmizlə niyə qada görməyəsən. Çox sağ ol. İnşallah gəlib pişik əldə eləmək istəyirlər sənə. İnşallah, problem deyil. Adı nədir mağazamızın? Mağazamızın adı Zooshop Gəncə. Zooshop Gəncə. Gəncə. Azərtufaqda Alov Ticarət Mərkəzi ilə üzbəyiz. Buyurun yaxınlaşın. Gəlin mənim yanıma deyin. Buradan gəlmişəm, YouTube-dan gəlmişəm, yəni sizi görmüşəm. Mən sizə ürəyiniz istəyən endirimləri eləyəcəm. Varlasan mənim əziz qardaşım. Bazar olsun deməkdə biraz yaxşı çıxmır ha burada. Olar, bazar olsun. Onda bazar olsun. İnşallah gözəl insanlara qismət olsun bu balacalar. İnşallah. İnşallah. Oldu qardaşım. Demək, hal-hazırda belə Gəncə Memorial kompleksinin qabağındayıq. Gəldim bura sadəcə olaraq içəri bağlı olduğu üçün mən içəriyə girə bilmədim. 2 dənə yaşayış binası olub burada. Bu qabağımızdakı binalar kimi səhv eləmirəmsə, 2 dənə yaşayış binası olubdu və bura sırf Gəncəyə bomba düşən yerdir və raket bura düşübdü. 30-a yaxın, 30-dan çox səhv eləmirəmsə insan həlak olubdu və 110 nəfərdən çox da insan yaralanıbdı. Və 27 sentyabr 2025-ci ildə prezidentimizin göstərişi ilə burada belə bir memorial kompleks tikilibdi, inşa olunubdu. İndi hal-hazırda burada yenə təmir işləri gedir və burada şəhidlərimizin xatirə günlərində, mərasimlərdə gəlirlər burada tədbirlər keçirirlər, şəhidlərimizi xatırlayırlar və bununla bağlı digər insanların da, xaricdən gələn qonaqların və yaxud başqa şəhərlərdən gələn insanların burada məlumatlandırılmasına xidmət olunur. Belə, gördüyünüz kimi belə bir yerdir. Allah rəhmət eləsin, dünyasını dəyişən, həlak olan buradakı vətəndaşlarımıza, insanlarımıza çox ağırdır. Həqiqətən də burada balaca uşaq, böyük, qoca, yaşlı, o 30 nəfərin içində bütün yaş kateqoriyalarına aid insanlar olubdu. Allah rəhmət eləsin. Bu həqiqətən də çətin bir şeydir bunun haqqında danışmaq. İnşallah bir daha dövlətimiz, Gəncəmiz, millətimiz bu fəlakətləri yaşamaz. İnşallah ölkəmizin bundan sonraki taleyində müharibə yazılmaz və millətimiz sülh içində firavan yaşar. Belə, arxada da qeyd olunubdur, şəhidlərin xatirəsinə əbədi ehtiram. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Buradan da gedəcək indi yavaş-yavaş İmamzadaya. İmamzadaya gedəcək, oradan da Çoxçiman şəhər mərkəzinə qalxacaq. Demək, taksi sifariş verdim. Sağ olsun bir qardaşımız gəldi. İnşallah gedəcək İmamzadaya. Qardaşım özünü təqdim edə bilərsən zəhmət olmasa?
Aliyev Teymur Elmuroğlu. Allah Yaxşınız olsun. Gəncəsiz də əslən. Bəli. Lap yaxşı. Neçə ildir buradasınız? 22 ildir buradayıq. Ay maşallah. Maşallah 22 il. görürsünüz. Çox gözəl qardaş. Nə demək istəyirsən Gəncə ilə bağlı? Gözəl şəhərdir. Sakitçilik, mehribançılıq. Əsaslı odur ki, insanlar bir-birinə mehribandır. Bəs bizə baxanlara, ölkəmizin digər şəhərlərindən, Bakıdan olan insanlara, qardaşlara nə demək istəyirsən? Nə sözlərin var? Allah hamının öz ruzusunu versin, Allah canlarına sağlıq versin. Minnətdaram. Allah hamının öz ürəyinə görə qismət eləsin. Gəncənin fərqi yoxdur. Bakı, Gəncə, hamısı Azərbaycan torpağıdır, hamısı bizim torpağımızdır. O başı bu başı fərqi yoxdur. Barasan mənim əziz qardaşım, Allah köməyin olsun. Biraz Gəncə gəncləri dəliqanlı olurlar, biraz savaşqan mı olurlar, yoxsa bizə mi elə gəlir, nəsə? Yox, estağfurullah. Əslən adam belə deyim, mehribanıq. Biz qıraqdan gələn insanları, hamısını özümüz qıraq deyəndə Azərbaycanın başı bu başı yoxdur, hamısı bizimkidir. Belə bu sualımı belə əstəğfurullah pis başa düşməyəsən. Sadəcə olaraq biraz bəzən olur ki, məsəl üçün eşidirəm ki, biraz gənc uşaqlara həqiqətən də belə dəliqanlı yaxşı mənada mərd uşaqlar olurlar. Əlbəttə ki, mərddir. Hamısı %90% demək olar ki, canlara dayan oğlanlardır. Hamısı yəni bir nəfər yolda qalsın, elə görürsən ki, 4 dənə, 5 dənə maşın dayanır, saxlayır ki, bəs nə olub, nəyisə ehtiyacı varmı? Yəni köməklik barəsində bir-birlərinə kömək edirlər. Qıraqdan gələnlərə də kömək edilir. Problem yoxdur, fərqi yoxdur. Nə barəsində olsun, dayansın, qırılsın, yolda qalsın. Yəni köməklik göstərirlər hamısı bir-birinə. Bir dənə sual verin mənim əziz qardaşım. Bu belə deyimsə, gəncəlilərin ən xoşuna gəlməyən söz və yaxud da bir əməl nə olur? Yəni gəncələri çox qıcıqlandırır. Belə bir şey varmı? Əslən odur ki, belə deyim, yəni biz xoşlamırıq da bir nətər deyim, kimisə incitmək, kimisə narahatçılıq vermək, yəni kimisə sataşmaq deyim, belə bir şeylər bizə xüsusiyyət olan bir şey deyil. Yəni kimisə biz xoşlamırıq ki, məsəl üçün birinin yanında kimisə incitsinlər. Əsasda qadınlar. Əlbəttə ki. Təyyarən yoxa çıxdı, hə ordadır. Gəncə hava limanından təyyarələrimiz işləyir. Abi mən İstanbula bilirəm, başqa digər ölkələrə də işləyir, şəhərlərə də. Rusiyaya falan işləyir, uçuşlar var. Ha, çox gözəl. Çox rahat. İmamzadanın gelişi. Şeyler göründü. Demək, hal-hazırda gəlmişik indi İmamzadənin qabağındayıq. İmamzadə kompleksinin qabağındayıq. Girəcəyik içəri. Demək, gördüyünüz kimi belə el arasında, demək xalq arasında Göy məscid kimi də, Göy imam kimi də tanınır İmamzadə məscidi. Burada demək 5-ci imamımız Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunubdu. Ziyarətgah kimi də insanlar gəlir bura. Burada ziyarət eləyirlər, ibadət eləyirlər. Belə. Nə vaxt Gəncəyə gəlsəz, mütləq gəlib buranı ziyarət eləməyi unutmayın. Və çox qəşəng göyərçinlər var. Göyərçinlər belə günbəzin ətrafında, minarələrin ətrafında belə göyərçinlər özləri üçün orada oturublar. İncə bir dənə qəşəng mənzərə var idi, sadəcə olaraq onu götürə bilmədim. Bütün göyərçinlər uçdu belə. O kinolarda olan fraqment kimi oldu. Mən pozmuyum. Burada bir balaca çəkiliş gedir. Bəylə gəlinimizin çəkilişləri gedir. O tərəfə getməyim çox. Çox gözəl mənzərəsi var buranın. Həqiqətən də.
Belə maraqlı. Demək, 4-5 gün əvvəl bizim ailə tumları var, onların zavodu yanıbdı. Bu da yanmış hissələri, detalları idi. Zavod buradaymış. Sağ olsun. Qardaş dedi, budur. Zavodun yanan hissəsi. Hətta arxasındakı evə də xəsarət dəyibmiş. Allah köməklər olsun. Qismətdən şükür xəsarət alan olmayıbdı. Amma yəqin ki, şirkətə böyük bir ziyan dəyib. Allah köməklər olsun. Böyle bizim ailə tumları əməlli başlı içi yanmışdı. Şəhərin mərkəzindən Kəpəz dağını göstərək sizə. Belə. Demək, sağ olsun. İndi hal-hazırda mən Hüseyn Cavid küçəsindəyəm. Sağ olsun Teymur. Taksi sifariş verdiyim qardaş, taksi qardaş. Çox, necə deməyəm mən, yəni gözəl qardaş idi də, həqiqətən var olsun. Nə bilim, inanırsınız, yəni 3 manat ora, 3 manat da bura 6 manat cəmi pul verdim. Hətta inanırsınız, onu da götürmürdü, həqiqətən. Qonağım olarsan, Ayqa dedi, var olsun, sağ olsun. Gəzdirdi, əməlli başlı. Gəncənin içindən gələndən, Ayqa bura belədir, bura xəstəxanamızdır, bura buramızdır. Əməlli başlı hər şeyi izah eləyə, çox belə canı könüldən, həqiqətən də. Allah razı olsun. Teymur qardaşım, çox sağ ol, var olasan. Biraz tələsik düşdüm, tez tələsik düşdüm, səninlə yaxşı sağollaşa bilmədim. Var olasan. Gətirdim məni düz şəhərin mərkəzi hissəsində qoydu. Dedi ki, qardaşım, buradan sonra da inşallah rahat çəkilişi elə. Sağ olsun. Hər şey haqqında ətraflı məlumat verdi. Yəni, necə deyim, bir başqadır Gəncəli qardaşım. Həqiqətən, Gəncəlilər bir başqadır. Ürəklərinə qurban, var olsunlar. İndi Butulka evi biz çəkməyə gedirik. Dedi ki, buradan qabağa get Butulka ev. Ha, deyəsən gəldik, çatdıq. Bura olmalıymış. Gəldik, çıxdıq budur. Butulka evin qabağındayıq hal-hazırda. Belə gördüyümüz kimi butulkalardan, şüşələrdən belə bir evdir. Buna tarixçəsi burada qeyd olunubdur. Bu 2 mərtəbəli qeyri-adi yaşayış binası 1967-ci ildə yerli sakin İbrahim Cəfərov tərəfindən inşa olunubdur. Bu orijinal tikilini 2-ci Dünya müharibəsi zamanı itkin düşmüş qardaşının xatirəsinə əbədiləşdirmək məqsədilə ucaldıb. Binanın divarları təxminən 10.000 müxtəlif ölçülü və rəngli şüşə butulkadan tikilmişdir ki, bu da ona həm vizual fərqlilik, həm də dərin rəmzi məna qazandırmışdır. Belə qeyd olunub üzərində. Belə maraqlı bir evdir. Sonra Gəncə yazılıbdır. Kirli əlifbasından. Bir də burada mənim maşın vuracaq. Biraz pis elə durmuşam. Belə göstərim buradan. Belə üzərinə kirli əlifbasından Gəncə yazılıbdır. Evimiz bu şəkildə. Yəni Gəncənin belə deyək, məşhur yerlərindən biridir, məşhur evlərindən biridir. Cəfərov Rövşən. Və evin nəvəsi. Bax, bunlar var, bunlar hamısı əl işi. Bunlar daşda var, ağdaşlar. Onlar Soçidən gəlib hamısı. Onlar hamısı qırılıb. Onlar yuxarıda da üstündə yox. O daşlar hamısı sonra dənə-dənə yığılıb. Yəni yəylə yiyələnib, uruşun əl işidir. Yaxından çək onu. Onu burada memarlar olur, deyir, onlar nətə yığılıb. Beləcə daş, biz o turistlərə. Çox. 60-cı ildə
başlanıb da belə daşlar da Soçidən gəlib. Ruşun əl işidir. Gəl buradan da çək, buradan da elə baxmalın. Buradan da çox gözəldir. Gəl çək. Bunlar da Ruşun əl işləri. Daşlar yaxınlaşdırıb bəzəklər görünətə yığılır. Onu biz demirik, onu bura gələn turistlər deyir ki, bunları nətə yığıb o kişi. O vaxtı belə deyir, texnika da olmayıb deyir. Hamısı Ona bir-bir görə əl də işidir. bütün bax daşların rənginə. Ona görə də bütün dünya bu evi ziyarət edib. Bütün elə bir yer yoxdur ki, bu evin qonağı olmasın, gözəl sözlə yazmasın. Ay maşallah, var olasınız. Sağ ol, Nə sağ ol, demək çox istəyirsiniz sağ ol. izləyicilərimizə? Bizlərcəniz demək istəyirik ki, Gəncə qəşəng gəzməli, görməli yerlər çoxdur Gəncədə. Ay sağ ol. Biri də butulka. Gələ bilər. Bir də bura, bu yuxarıda da bütün dünya. İndi bura gələn turistlər görür də, burada kimlər olmayıb. 70-ci ildən bəri burada bütün dünyanın ürək sözü var. Hamısı da gözəl sözlər yazır. Məşhurlardan kim var Rövşən qardaş? O vaxt çox adamlar olub da, o vaxtı çox adam olub, indi də olub. İndi məsəl üçün Ukrayna prezidentinin də dəstə olub, anası da olub, təzə. Ukrayna prezidentinin? Bəli, onun da dəstə olub, anası da olub. Çox adamlar var da, onlar yuxarıda albomdadır, orada olub turistlər gəlib ora çıxanda baxırlar ki, buranı kimlər ziyarət eləmir. Amerikadan, İtaliyadan, Türkiyədən, Kolumbiyadan belə, Maldiv adalarından, İspaniyadan, dünyanın hər yeri orada var. İraqdan, Koreyadan, Çindən, dünyada bütün dünya, hamıda çox ödək, gözəl yerdir bura, gözəl məkandır. Hazırlaş, gedirik. Maçıqı mən elə butulka ev deyib keçəcəydim yanından. Sən də butulka evdə, sən də mənə nə qədər hikmət var imiş, nə qədər incə detallar var imiş. Sağ olsun mənə izah elədi, onu bir Rövşən abi. İçərini də çəkəcəkdik, amma Rövşən abini çağırdılar deyə məcbur getməli oldu, çəkə bilmədik. Amma çox maraqlı bir faktlar oldu, ortaya çıxdı ki, buranın həqiqətən də dünyanın bir çox yerindən, dünyanın dörd bir yanından gəlib ziyarət edən insanlar var. Onların içində məşhurlardan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu da gəlibdi. Sonra kim var idi? Klon serialında o vaxt var idi Hadi. O serialın hansısa aktyorlarından biri də gəlibdi. Ürək sözlərini hamısı orada yazıbdı. Sonra Rusiyanın məşhur MTN işçisi adını da dedik, xatırlamadım, yadımdan çıxdı. O da gəlibdi. Yəni bir çox məşhurlar dünyanın bir çox yerindən, Kolumbiya, İspaniya, Braziliya, Rusiya, Türkiyə, dünyanın bir çox yerlərindən gəliblər. Bu evi ziyarət edib və öz ürək sözlərini yazıblar. Belə bir maraqlı fakt. Necəsən dostum? Nə var, nə yox? YouTube-a video çəkirəm. Danışmaq istəyirsən? Danışaq. Necəsən? Yaxşı olasan. Mənim adım Kamrandır. Sənin adın nədir? Ümid. Ümid. Mikrofona danışmaq istəyirsən? Fikir yoxdur. Niyə? Neçə yaşın var? 8. Maşallah. Gəncədə doğulub deyibsən. Bəli. Gəncədə yaşayırsan. Bəli. Nə demək istəyirsən dostlarımıza, izləyicilərimizə? Bilmirəm. Bilmirsən. Gəncə nətər yerdir? Super yaxşı. Əla. Gəncədə ən çox sevdiyin yemək hansıdır? Dolma. 3 bacı dolması. Üç bacı dolması. Bə. Üç bacı dolmasının hansını çox xoşlayırsan? Badımcan, pomidor yoxsa biber? Pomidor. Pomidoru. Bə. Qadan olalım səni. Səni çox istədim mən. Sən. Sən də sağ ol. Nə demək istəyirsən? Bakıya, başqa şəhərlərimizə, Bakı da yaxşı ölkədir, amma orada fəlakətlər pis olur. fəlakətlərə. Bakı şəhərdir. Azərbaycan ölkəsinin Bakı şəhəridir. Baş. Ay sağ ol. Fəlakətə bu yağışlarla bağlı deyilsən? Bəli. Ay O sağ ol. yaxşı adam dizinə qədər gəlir. Hə, evimizi zat pis günə qoyur, hə? Amma Bəli. Gəncədə belə problem olmur, hə? Xeyr, xeyr. Olmur. Olmur. Çox sağ olun. Sağ. Ayxan neçə yaşın var? 13 yaşım var. 13 yaşın var. Sən hardan gəlsən? Can evdə. Evdən gəlirsən, məşqə gedirsən? Xeyr. Hazırlığa gedirsən? Lap yaxşı. Hansı fənlə? İngiliscə. İngilis dilində. Allah, nətər istəyirsən? Yəni yaxşıdır, öyrənə bilirsən? Yaxşı, normaldır. Normaldır. Onda ingilis dilində təqdim elə bizə. My name is Ayxan. How I live in Gəncə. Qəşəng. Nə demək istəyirsən bizim izləyicilərimizə? Gəncədən nə demək istəyirsən? I love you. Var olasın, çox sağ ol Ayxan, minnətdaram. Bir söz deyən mən də getmir. Ürəyim narahat qaldı. Sən baxırsan. Bir söz de. Sağ olun. Sağ ol. Denə hazırlaş. Hazırlaş. Gedirik. Gedirik. Qadan al.
Qadanam. Öpürəm səni. Maşallah. Çox şirin uşaqlardır həqiqətən də. Mən heç cürə gedib Sabir küçəsindən çıxa bilmirəm. İnanın Gəncənin əsas yerləri qalıbdı. Ara küçələrdə qalmışam mən. Gedim bir dənə çəkiliş eləyim. Yoxsa vaxt da qurtarır, bilet də almışıq. Gedə bilməyəcəyik. Gəncə şəhər baş polis idarəsinin qabağındayam. Küçədən aşağı düşəndə Gəncə polis şöbəsinin qabağından aşağı düşəndə burada bir dənə bir kilsəmiz var, Nevski kilsəsi. Demək Rus Pravoslav kilsəsidir. 1887-ci ildə köhnə müsəlman qəbirstanlığının yerində inşa olunubdu, inşa edilibdi. Bizans memarlıq üslubunda yerli tikinti materiallarından qırmızı kərpic, gəc tikilən bu məbəd Azərbaycanda bu günədək qorunub saxlanan ən qədim pravoslav kilsələrindən biri sayılırmış. Sovet hakimiyyət illərində isə kilsə bir müddət muzey binası kimi fəaliyyət göstərmiş və daha sonra isə Rus Pravoslav icmasının istifadəsinə geri verilmişdi. İndi biz buradan girəcəyik içəri. Belə gördüyünüz kimi. Buradan belə bir qapımız var. Giririk içəri. İncə burada bir babulya var idi. Babulya mənə dedi ki, gir, narahat olma. Amma bəs olsa da bunu. Belə. Çox belə maraqlıdır. Görək. Belə bir kilsədir. Belə. Salam. Video çekti yeremiyorlar. Olmaz. Əzizlərim, Nevski kilsəmizdən ayrılıram. Uzun müddət gözlədim ki, çəkiliş eləyim. İçəridə çox belə təmiz, ruhani bir atmosferi var idi, çox maraqlı idi. Uzun müddət niyə gözlədim? Çünki çəkiliş üçün icazə almaq istəyirdim və onların ibadətlərini. Mən ritual dedim, xanım dedi ki, biz ibadət edirik, ritual deyil. Düşündüm ki, yəqin onun bu cümləm xoşuna gəlməyib, sözüm xoşuna gəlməyib, bəyənmədiyi bir söz olub. Ona görə də dedim, okey, ibadətinizi gözlədim. Sağ olsunlar, icazə almalıydım. Əslində, kilsədə bir çox yerlərdə, İstanbulda da olanda mən icazə olmur, icazə vermirlər çəkilişə. Orada foto üstündən xət çəkilir, qadağan olur. Amma burada icazə aldım keşişdən, səbirlə gözlədim ki, mən oradan kadr götürməliyəm. Çünki çox xoşum gəldi kilsənin atmosferindən, ümumiyyətlə. Ona görə dedim ki, buradan da görüntülər olsa, düşünürəm ki, izləyicilərimiz üçün də maraqlı olar. Belə həqiqətən də Gəncəni gəzirik, amma ki, çatdıra bilmirik. Biraz zaman çox sürətli axır burada, özümdən asılı deyil. İstər-istəməz çox istəyirəm ki, çox yerləri çəkək, amma çox təəssüf ki, çox maraqlı olduğu üçün Gəncəmiz bir yerdə uzun müddət qalırsan məcburən. İndi hal-hazırda Şah Abbas məscidi, yəni Cümə məscidi mənim arxamda da gördüyünüz kimi Şah Abbas məscidinin qabağındayam. Burada biraz informasiya var. Buradan oxuyub deyəcəm sizə. Demək, Şah Abbas adına Cümə məscidi kompleksi 1606-cı ildə Səfəvi hökmdarı 1-ci Şah Abbasın əmri ilə memar şeyx Bahəddin Məhəmməd Amili
layihəsi əsasında inşa olunubdu. Bu kompleksə əslində hamamdır, mədrəsə, kitabxana, karvansara və sair tikililər daxil olsa da, onlardan yalnız bu məscid və minarələr qalıbdı və günümüzə gəlib çıxıbdı. Bir də hamam olmalıdır burada. O hamamı da indi sizə göstərəcəm. Belə qırmızı kərpiçlə tikilibdir məscidimiz. Bu Aran memarlıq üslubuna aiddir və 17-ci əsr sənətkarlıq nümunələrinin belə deyim, nümunələri haqqında bizim fikrimizin formalaşması üçün bu məscid, Şah Abbas məscidi çox böyük bir rol oynayır. Demək, buradan belə Şah Abbas məscidinin girişidir. Baxın, buradan belə giririk Şah Abbas məscidinə. Çox gözəldir, çox belə qeyri-adi bir hüzuru var. Baxın, bu hissə elə bil ki, belə deyim, ya Təbrizdəsən, ya Farsdasan. Bura baxanda ağlıma Məmməd Hüseyn Şəhriyar gəldi, rəhmətli. Bilmirəm niyə. Rəhmətli şairimiz, daha şairimiz. Bura elə bil ki, hansısa bir İran küçəsidir, İran küçələrindən biridir. Burada balıqlar var. Rəngarəng balıqlar var. Bilmirəm görürsünüz yoxsa yox. Gəlin daha yaxından sizin üçün göstərim. Belə rəngarəng balıqlarımız mövcuddur. Oynayırlar özləri üçün. Dərindədirlər biraz. Bugün görünmür yaxşı. Belə. Rəngarəng cürbəcür balıqlarımız var. Belə əzizlərim, bura Şah Abbas məscidinin həyətidir. Belə çinar ağacları da var, səhv eləmirəmsə. Bu çinar ağacı olmalı deyə fikirləşirəm məscidin həyətində. Çinar ağacıdır. Belə bir çinar ağacımız da var. Çox böyük kökük. Allah bilsin neçə yüz illiyə sahibdir, neçə yüz il yaşı var. Burada görək bu nədir? Bu olmalıdır, səhv eləmirəmsə çökək hamamı. Bu nə? Oxuyaq. Bu xan çinarlarıdır. Belə bir xan çinarımız mövcuddur. Müqəddəs çinar ağacı həm mənəviyyat, həm də Orta əsr Azərbaycan adət-ənənələrində müqəddəs sayılan çinar ağacı həm mənəviyyatın, həm də hakimiyyətin rəmzi hesab olunurdu. İnanca görə məscidlər tikildikdən sonra onların ətrafında mütləq çinar ağacları əkilərdi. Çinarlar şəhəri kimi tanınan Gəncənin demək olar ki, hər bir küçəsində bu ağaca rast gəlmək olar. Məscidin həyətindəki xan çinarları isə 1606-cı ildə 1-ci Şah Abbasın əmri ilə əkilmişdir. O çinar ağaclarını təkcə Gəncəni abadlaşdırmaq üçün deyil, həm də şəhərin dayanıqlığını təmin etmək məqsədi ilə əkdirilmişdir. Qədim zamanlarda Gəncəyə səfər edən səyyahlar buradakı nəhəng və qoca çinar ağaclarını gördükdə heyrətə gəlib buranı Çinarlar şəhəri adlandırıblar. Hətta 1727-ci ildə Gəncəyə gəlmiş Osmanlılar təkcə Xanbağı ərazisində 479 ədəd çinar ağacının olduğunu qeyd etmişdir. Belə. Və bizim çinar ağacımız. Bura olmalı, hamam səhv eləmirəmsə. Yenə bura baxaq. Gəncə çox gözəldir, çox sakitdir. Həqiqətən də. Gəncənin sakitçiliyi məni çox özünə cəlb edir. Hava da möhtəşəmdir. Bir də bu ağacların arasından yayılıb gələn günəşə baxın. Çox möhtəşəmdir həqiqətən də. Və dostumuz. Buradan bir dənə gözəl kadr var, buna baxın. Fəvvarə, burada fəvvarədir. Fəvvarənin üstündə belə gözəl bir əlində arfa tutmuş bir qadın heykəli təsvir olunubdur. Bilmirəm nədir ora, amma çox maraqlı olunubdur. Gələk bura. Çökək hamam. 17-ci əsr demək belə bir abidədir. Buna Türk hamamı deyirlər deyəsəm, bilmirəm. Bu Türk hamamı deyirlər, yoxsa elə adı çökək hamamdır. Keçən dəfə YouTube'da baxıram videoda, deyir ki, deyəsəm bu hamamda bilmirəm indi, doğrudur yoxsa, yəni mifdir. Həqiqi ki, mif olar. Buranı elə düzəldiblər ki, demək bu hamamı elə düzəldiblər ki, bir şam yandıranda bütün hamam isinir. Bilmirəm indi bunun tam olaraq nə qədər doğrudur, nə qədər mifdir. Amma elə bir şey düzəldiblərsə o vaxt, əhsən deyə bilərəm də, yəni halal. Demək olar ki. Demək elə Şah Abbas məscidinin düz qabağında belə bir abidə var, anıt var və bu abidədə üzərində də qeyd olunub gördüyünüz kimi o vaxt 1918-ci ildə Nuri Paşanın komutanlığı ilə, başçılığı ilə
bizə Azərbaycana qardaşlarına köməyə gələrkən Qafqaz İslam Ordusu demək ilk 13 şəhidinin xatirəsinə belə bir gördüyünüz kimi abidə inşa olunubdur, abidə tikilibdir. Allah rəhmət eləsin. Demək hal-hazırda Xan bağına gəldik, çatdıq. Buradan çox güman ki artıq Gəncə videomuzun yekunlaşdırıcı hissəsini çəkirik. Son belə deyim sizə, nə qəşəng günəş düşür. Gün işığı düşür. Son kadrlarımızdır. Gəncə ilə bağlı əslində əvvəldən verməli olduğum informasiyaları çox təəssüf ki indiyə saxlamışam. Buradan çox gözəl mənzərə var. Bura Xan bağıdır, belə gördüyünüz kimi. Wow. Buradan da bir dənə bunu çəkək. Belə bir heykəlimiz də var orada. Burada adamlar çoxdur bu istiqamətdə. Adamlar çox olduğu üçün göbək boş ərazidən gedim mən. Çox insanları narahat eləməyim. Amma baxın. Gör nə qəşəng yaşıllıqdır. Bura Xan bağıdır bizdə. Ümumi artıq fikrimi yekunlaşdırım. Gəncənin çox yerini gəzmək istirdim. Çox yerini çəkmək istirdim. Çox gözəl bu arada mənzərə var həqiqətən də. Baxın, bütün arxam yaşıllıqdır. Çox gözəldir. Adamın ürəyi açılır. Gəncə mənim üçün çox möhtəşəm bir şəhərdir. Onu bir-iki dəfə olmuşam. Göygöl tərəfdə, Toğanada da olmuşam. Gəncənin mərkəzini bu qədər daha geniş gəzməmişdim. Çox əla, çox gözəl hiss edirəm özümü. Çox, necə deyim sizə, qədim evlərlə, tikililərlə müasir evlərin, müasirliyin sintezdir bu şəhər. Əlavə olaraq da o qırmızı kərpic burada çox istifadə olunubdur. Bu Gəncəyə aid bir memarlıq üslubudur deyə fikirləşirəm. Hər yanında qırmızı kərpicdən evlər var, çox nostaljik görsənirlər. Gəncə ilə bağlı çox şey danışmaq istəyirəm. Təəssüflənirəm ki, o parka gedə bilmədim. Qafqazın deyirdik ən böyük parkı. O parkı çox istəyərdim gəzim, amma vaxtım çatmır. Çünki birazdan artıq mən avtobusa getməliyəm. Gəncə çox gözəl Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəridir. Gəncədə özünə məxsusluq var, çox fərqlilik var. Bu baxımdan ki, məsəl üçün insanları çox səmimidir. Özlərinin Gəncə dovğası, kətə, ondan sonra Gəncə pitisi, hər şeylərindən, yeməklərindən fərqlənirlər, səmimiliklərindən fərqlənirlər. Əlavə olaraq da belə bir informasiya verim. Bu əslində bu videonun əvvəlində mən bu informasiyanı verməli idim. Sadəcə olaraq mən gözlədiyimdən çox sürətli vaxt keçdi. Ona görə indiyə saxlayıram mən bu informasiyaları. Ümumiyyətlə Gəncə şəhəri əvvəllər Abbasabad adlanıbdı. Şah Abbasın dövründə. Ondan sonra Gəncəni demək Rusiya imperiyasının vaxtında Yelizavetpol adlandırıblar. Hansı ki Sistemovun həyat yoldaşının adından bağlı olubdu, səhv eləmirəmsə. Və ondan sonra Kirovohrad adlandırıblar Sovet dövründə və yenidən artıq müstəqillik əldə edəndən sonra Azərbaycan yenidən Gəncə şəhərinin öz adı, Gəncə adı qaytarılır Gəncəyə. Və əlavə olaraq belə bir informasiya verim ki, burada çox qəşəng bir yaşıllıq gördüm. Oradan belə girim içəri, məncə maraqlı olar. Amma buradan da çayxanaya girməyək. Belə bir şeydir, arka yaşıllıqlardan. Demək, Gəncə sözünün mənası qədim fars dilində, farsça qanj sözündən götürülübdür və xəzinə deməkdir. Buranı belə bir mif var ki, demək o vaxtı buranın çox xəzinə çıxıbdır və buranın çox xəzinə çıxdığı üçün xəzinə adlandırıblar, xəzinə şəhər adlandırıblar. Və yaxud da ki, belə bir ikinci versiyamız da var ki, ona görə belə adlandırırlar ki, çünki burada bildiyimiz kimi İpək yolu üzərində yerləşib Gəncə və buna görə də çoxlu burada ticarət nöqtələri burada çox olduğu üçün, ticarət şəhəri olduğu üçün bura belə adlanıbdır, Qanj adlanıbdır. Belə, mənim əzizləyicilərim, artıq çox informasiya vermək istəyirəm, sadəcə yükləmək istəmirəm. Cavad xanın özü də ümumiyyətlə, belə deyim sizə, xanlıqların içində yeganə Gəncə xanlığı olub ki, belə deyim sizə, sona qədər mübarizə aparıbdır və son qanına qədər döyüşübdür, həlak oldu Cavad xan.
Nəyə görə? Digər xanlıqlarımız da bizim Qarabağ xanlığı olsun, Quba xanlığı olsun. Onlar da o vaxt Rusiya imperiyası, yəni 18-ci əsrdə, 19-cu əsrdə səhv eləmirəmsə, Rusiya imperiyası artıq bir-bir bu xanlıqlara hücum eləyəndə onlar da müqavimət göstərib, amma tezliklə də onlar artıq əsarət, yəni onların əsarətini qəbul eləyiblər. Döyüşüblər, məğlub olublar və yaxud da ki, müqavimət göstərib məğlub olublar. Amma Cavad xan isə əksinə, Cavad xan son damla qanına qədər döyüşübdür Gəncə xanlığı uğrunda və öz oğlu Hüseynqulu xan ilə birlikdə şəhid olublar. Belə, hətta Rusiya imperiyası Cavad xanın üzərinə hücum eləyəndə, Gəncə xanlığının üzərinə hücum eləyəndə qalanı bilirdilər ki, çətindir Gəncə qalasını dəf eləmək. Onlar buna görə də ermənilərlə əməkdaşlıq eləyir həmişə kimi və ermənilər vasitəsilə şəhərə gedən su kanallarının içinə inək, qoyun qanı və insan cəsədləri tulluyurlarmış ki, içəridə qalanın içində xəstəliklər baş versin, xəstəliklər baş alsın və artıq qalanı içdən onlar dəf eləsinlər. Belə informasiyalar var idi. İnformasiyalar çox idi ümumiyyətlə Gəncə haqqında. Sadəcə olaraq mən o qədər maraqlı gəzdim ki, o qədər vaxt sürətli getdi ki, bunların hamısını indiyə saxlamalı oldum. İndi informasiya vermək məcburiyyətində qalıram. Belə, çox xoş idi Gəncə. Çox xoş idi Gəncəni gəzmək. Necə deyim, Gəncədən olan dostlarıma buradan çoxlu salamlar göndərirəm. Ailəmə çoxlu salamlar göndərirəm, mənim əziz dostum. Səninlə gəlmək istəyirdi, amma təəssüf ki, alınmadı. Məlum məsələdir, hamımızın işi gücü var. Belə, başqa nə deyim? İnşallah növbəti videolarda görüşərik. Balaca dostlarım əl eləyirlər. İnşallah növbəti videolarda görüşərik. Hal-hazırda Qaraqarayev küçəsindəyəm. Qaraqarayev küçəsindən irəliləyirəm. Artıq avtovazala çatmalıyam. Saat 7 üçün biletimiz var. İnşallah növbəti videolarda görüşənə qədər özünüzdən müğayət olun. Və yenə də dediyim kimi, qeyd etdiyim kimi videomuzun altında rəy yazmağı unutmayın. Like eləməyi unutmayın. Əgər televizorla girirsinizsə düyməni belə basın. İngil var, abunə olun və hər video gələndə sizə bildiriş gələcək. Və çalışıram ki, hər həftə ölkəmizin müxtəlif yerlərini gəzim, çəkim və sizinlə paylaşım. Salam əleykum. Qada görməyəsiniz, Allah razı olsun. Sağ ol dostum. Bir dənə beş vuraq. Aba. Nə demək istəyirsən? Nəsə demək istəyirsən? Salam. Denən Gəncədən salamlar. Gəncəyə salamlar. Öpüm səni. Öpüm. Aba. Sağ ol. Maşallah, hər kəs uşaqdan böyüyə çox insansevər, qonaqsevərdilər, çox mədənidirlər. Belə, sağ olun. Növbəti videolarda görüşərik inşallah.